Bugün sizlərlə sınaq 88-in izahına baxacağıq. Nərgiz Nəcəf 250 sınaq toplusundan sözü ay, nəyici ay qaydasına. Birinci sualla başladıq. Choose the correct variant, düzgün variantı seçin. Biz burada ilk önce fikir veririk nəyə? Cümləmizdə inkardır, doesn't inkardır. İnkarda so, to, also istifadə olunmaz. C'də so var, Y'də to var, çıxdım. A isə inkar cümlənin sonunda gələrdi, əvvəldə gəlməz, D-ni də atdım. Daha sonra does nədir? İndiki zamandır. B variantında nə yazır? Keçmiş zaman yazılır. Yanlışdır. Cavab ona görə də olur A variantı. İkinci sualda couldn't nədir? Couldn't inkardır. İnkarda nə istifadə olunmur? So, to, also'lar. So'larımız var, to'muz var. Daha sonra nəyə baxırıq? Ayzə inkarın sonuna gələrdi. Ayzə gəlib də amma ki cümləm təsdiqdir burada. Ona görə D variantı da yanlışdır. Cavab ona görə də olur A variantı. Növbəti sualla davam edirik. Yenə görürük doesn't var, inkardır. İnkarda istifadə olunurdu naizə do I don't Ayzə, bir də but I do istifadə olunurdu. Cavab olur D variantı. Demişdik ki, inkarlarda so, to, also'nu atır. Ona görə 3-dən 4 yanlışdır. Növbəti sualda haven't var. Haven't nədir? Haven't inkardır. İnkarda so, to, also istifadə olunmur. A variantı yanlışdır. D variantı da yanlışdır. Daha sonra nəyə bax? Ayzə inkarın sonunda gələrdi. C variantı da buna görə yanlışdır. Bir cümlədə 2 inkar olmaz axı. B variantı da ona görə yanlışdır. Cavab olur Y variantı. Deməli, növbəti 5-ci sualını davam edirik. 5-ci sualda nə var? Didn't var. Didn't nədir? Didn't inkardır. İnkarda to istifadə olunmur. Naiz olan yerdə ikinci inkara ehtiyac yoxdur. Daha sonra cümləmizin xəbərinə də baxırıq ki, zamanına da doğrusu baxırıq ki, indiki mi, keçmişdimi? Ona əsasən deyirik ki, cavab olacaq B variantı. Keçmiş zamanda da come, came, come var burada. Keçmiş zamandır. Did özdə keçmiş zaman bildirir. Ona görə cavab olur B variantı. 6-cı sualla davam edirik. Want var. Want nədir? Want inkardır. To'ya görə atdım. Want nədir? Gələcək zamandır. Gələcək zaman götürməliyəm. Ona görə but'dan sonra bir tərəf təsdiq olurdu. İkinci tərəf inkar olurdu. But varsa bura təsdiq olmalıydı. Yanlışdır. Daha sonra nice olan yerdə ikinci bir inkara ehtiyac varmı? Xeyr, yoxdur. Ona görə yanlışdır. A variantına baxıram. His friends want Ayzə. Ayzə inkar cümlənin sonunda gəlir. Cümləm nədədir? Cümləm inkardadır. Ayzə də inkarın sonunda gəlir. Heç bir yanlışlıq görmürəm. Cavab olur A variantı. 7-ci sualımızdan davam edək. Sarah doesn't var. Doesn't nədir? İnkardır. İnkarda nə istifadə olunmur? So, to, also. Daha sonra baxaq növbəti variantlarda. Ayzə inkarın axırında gələrdi. Təsdiqi yox. D variantı tamamilə doğrudur. Paul doesn't Ayzə. Ayzə inkarın sonunda gəlir. Digər variantlarda Naizə, Paul did. Burada did verb, did keçmiş zamandır cümləmiz, amma keçmişdə deyil. 8-ci sualın davam edirik. Couldn't inkardır. İnkarlarda so var, attım. Daha sonra Nick didn't Ayzə. A variantını da atıram. Daha sonra Nick could Ayzə. Could'la verirsə could'la verməlidir cavabı. B variantı da yanlışdır. Daha sonra neither could Nick. Aha. Cavab olacaq Y variantı. Ümumiyyətlə C variantını niyə atdıq? C variantında Ayzə gəlib də, amma inkarın sonunda gəlir də Ayzə. 9-cu sualda doesn't nədir? Doesn't inkardır. İnkara görə də to var. A-nı atdım, B-ni atdım çünki so var. Also var Y variantında da. Neither Mike did verilibdir. Did keçmiş zamanda, amma cümləm indiki zamandır. Ona görə atdım. Cavab olur D variantı. İnkarın axırında Ayzə gələrdi. Doğrudur. 10-cu sualda haven't var. Haven't nədir? İnkardır. Ona görə də so, to, also'ları atacağım. A variantı getdi. Y variantı getdi. Neither have we yazılıbdır. We have Ayzə. Ayzə inkarın sonunda gələrdi. C variantı da yanlışdır. But varsa digər tərəf, bir tərəf təsdiq olanda digər tərəf inkar, bir tərəf inkarsa digər tərəf təsdiq olmalıdır.
Ona görə də cavabımız burada olacaq B variantı. 10-cu sualda B variantı. Keçdik 11-ci sualda did not inkardır deməli. So to yenə də burada da so var. Atdım. 3 variantı çıxdıq. Daha sonra nice olan yerdə ikinci inkara ehtiyac yoxdur. Ona görə də cavab olur C variantı. 12-ci sualımızda couldn't var. Couldn't inkardır. İnkarda so to olsalar atılırdı. Burada to'nu gördüm. Burada also'nu gördüm. Və modal feildən verilib də burada. Could verilirsə could'la da cavab verməliyim. B variantı ona görə də avtomatik yanlışdır. But verilibdir, amma couldn't verilibdir. Biz nə dedik? But varsa bir tərəf təsdiq, bir tərəf inkar. Bir tərəf inkar olanda digər tərəfdə təsdiq olurdu. D variantı ona görə də bizdə olacaq yanlış. Cavab olur A variantı. 13-cü sualda didn't verilib. Didn't nədir? İnkar. So, to, also'ları atıram. Daha sonra nəyə baxıram? Didn't verilibdir. Did, Ayza inkarın sonunda verilməlidir. Amma cümləm nədədir? Təsdiqdədir. Ona görə yanlışdır. Cavab ona görə də olur C variantı. Növbəti 14-cü sual. Haven't verilibdir. Haven't inkardır. So to also'lar atılmalıdır. Burada bir variantımız çıxdıq. Ayza inkarın sonunda gələrdi. Daha sonra Ayza inkarın sonunda gələr dedik. Nice did my friends. Cavabımız olacaq D variantı. B variantı da yanlışdır. Didlə verilibdir, amma cümləmiz bitmiş zamandaydı. 15-ci sualda weren't verilibdir. Görürük ki, inkardır. So'nu, to'nu, also'nu atmalıyıq. Ayza inkarın sonunda gələrdi. Nice olan yerdə ikinci bir inkara ehtiyac yoxdur. Ona görə cavab Y variantı. 16-cı sualda never. Never inkarlıq bildirir. Ayza inkarın sonunda gələrdi. Yanlışdır. So'lar, to'lar, also'lar demişdik, atmalıyıq. Have'lə verilibdirsə elə have'lə də cavabını verməliyəm. Ona görə də cavab olur C variantı. 17-ci sualda don't verilibdir. Don't nədir? İnkardır. So, to, also'ları atacağım. A variantı getdi. Y variantı da getdi. But verilibdirsə, amma doesn't verilib. İnkar verilibdir. Bu tərəf inkarsa, bu tərəf avtomatik təsdiq olmalıdır. Ona görə də D variantı da yanlışdır. Ayza inkar cümlənin sonunda gələrdi. Cümlə təsdiqdir. Necə təsdiqin sonunda inkar verim mən? Ona görə də cavab burada qalır bizə B variantı. 18-ci sualda aren't verilibdir. Yenə də inkardır. So, to, also'ları atıram. Ayza inkarın sonunda gəldi. Nice is their mother. Their mother is Ayza. İnkarın sonunda gəlməyib Ayza. Ona görə yanlışdır. Aren't indiki zamandır. İndiki zamanda sual inkarı do, does, didlə düzəlirdi. Ona görə də götürəcəm mən D variantını. 19-cu sualda didn't verilib. Didn't nədir? İnkardır. So, to, also'ları atacağım. Daha sonra nəyə baxacağım? Baxırıq ki, burada zamanımıza baxırıq. Zamanımızda görürük ki, keçmiş zamanda, keçmiş zamanda sualı və yaxud da inkarı didlə düzəlirdi. B variantı keçmiş zamandır. Amma ki, inkarını biz didlə düzəldirik. 20-ci sualda couldn't verilib. Couldn't nədir? İnkardır. So'ları, to'ları, also'ları atacağım. Daha sonra cümləm inkardadır. Mən niyə təsdiq verim ki? Və could'la verilibsə, could'la da cavab verməliyəm axı. Ona görə də cavab Y variantı. Deməli, beləliklə 88-ci sınavımızı yekunlaşdırdıq. Növbəti izahlarda görüşənədək. Belə videoların davamı üçün kanala abunə olub və yazıb bəyənməyi unutmayın.